Yəni ona görə o tövhid də yəni odur, insanda ümid, qorxu və sevgi. Bəli, ümidi, qorxunu, sevgini şey eləməsi. Ona görə alimlər deyir ki, İslam quş kimidir. Başı ümiddir. Bəli. Bir tərəfi qorxudur, bir tərəfi sevgidir. Quş düz uçmaq üçün nə etməlidir? Başını düz saxlamalıdır. Qanadlarının ikisini də eyni yerdə çalmalıdır. Kimin İslamını və kim İslamını düz görmək istəyirsə, ümidini düz saxlasın və hər iki tərəfi eyni vursun. Qorxunu da ümiddir. O zaman İslam düz olacaq. İbn Qeym Rahimallah sonra buyurur ki, birdən sual olsa ki, ümid qalır yerində. Ümid heç, başdır. Birdən insan qorxunu biraz önə çəkə bilərmi? Və ya hərdən sevgini irəli çəkə bilərmi? İbn Qeym Rahimallah buyurur ki, təqribən belə bir misal çəkir, deyir ki, quş uçarkən təhlükə gördüyü zaman oradan əyilməlidir və ya dönməlidir. Səhv eləmirəmsə şeyxlərdən misal çəkirlər və İbn Qeym Rahimallah deyir, hər bir halda dönməlidir və deyir, dönən zaman bir tərəfi qanadı saxlayır, o biri qanadı daha çox çırpmağa başlayır ki, dönə bilsin. Və deyir, bu da ona bənzəyir. Əgər insan iman edəndən sonra günahlara doğru gedirsə, o zaman qorxu qanadını çox vurmalıdır. Sevgi qanadını saxlamalıdır, azaltmalıdır. Qorxu qanadını o təhlükədən yan keçsin. Əgərlərim yox, buna qorxuda çox həddi aşıb. Nədən gəldi belə başlayıb qorxmağa, bunu eləsəm günah olar, o da gedəcəm, cəhənnəmə gedəcəm, xavacilər kimi təqribən. O zaman deyir ki, qorxunu saxlayır, sevgi tərəfi daha çox çırpındırır ki, o qorxudan yan keçsin. Təqribən belə bir şeydir. İnsan ümid, qorxu və sevgi